Bugün mən həm gənc həkimlər, həm də rezidentlər üçün qalxanvari vəz düyünlərinin diaqnostikasında tiraz təsnifatı haqqında istədim ki, məlumat verim. Tiraz təsnifatı düyünlərin dəyərləndirilməsində istifadə olunan beynəlxalq bir təsnifatdır. Tiraz təsnifatında biz nəyə əsaslanırıq? Qalxanvari vəzi və aşağılanan düyünlərin yəni ultrasəs görüntüsünə görə müəyyən bir meyarlar seçilir və həmin meyarlar toplanaraq və həmin belə deyək də ki, tiraz təsnifatı təsnif olunur. Və bugün müayinə etdiyimiz bir pasiyentin ultrasəs müayinəsinin görüntüsüdür. Bu, qalxanvari vəzinin sol payında aşağılanmış bir düyündür. Yəni, tiraz təsnifatından dəyərləndirişdə, yəni bu hipoekogendir, rəngi tündür. İçərisində kalsifikasiyalar var. Yəni, bu da meyar olaraq şübhəli görüntülər kimi dəyərləndirilir. Və bəzi hissələrində isə nahamarlıq var, düyünün kənarlarında. Əgər biz qalxana bənzər vəzi uzun müayinəsində bu üstdən çox görüntü, yəni şübhəli görüntü aşırı edilirsə, bu tiraz 5 kimi təsdiq olunur. Və bu pasiyentdə də biz tiraz 5 kimi ona qiymətləndirilmişik. Və bu göstəricisi olan, yəni əgər UZİ-də belə bir görüntülü düyün varsa, bu biopsiya olunmalıdır və bu pasiyentdə biopsiya olunur və biopsiya nəticəsi B-test-5 gəlir. Yəni bu B-test təsnifatında isə düyünlərin sitoloji dəyərləndirilməsində istifadə olunur və sitoloji olaraq B-test-5, yəni bədxasiyyəli şübhə kimi gəlir və bu pasiyentdə planlaşdırdığımız əməliyyat total tiroidektomi əməliyyatıdır. Çünki düyünün ölçüsü də böyükdür. Yəni düyünün bir paydakı ölçüsü əgər həm də B-test-5 gəldiyi üçün 2,5 cm uzunluğundadır və ismusa yaxın bir nahiyədə yerləşdiyindən total tiroidektomi, yəni qalxanvari vəzinin tam xarici olması əməliyyatına yekunlaşacaq. Çox sağ olun.